Salam uşaqlar, hər vaxtınız xeyir. Deməli, Talıbovdan yeni mövzumuza baxırıq, 4-cü siniflər üzrə. Və yeni mövzumuz nədir? Deməli, yeni mövzumuz natural ədədlərin yuvarlaqlaşdırılmasıdır. Bildiyimiz kimi, səhv etmirəmsə bu dərsində izahı var kanalımızda, amma yeni misallar üzərində göstərəcəm. Deməli, gəlin misallarla başlayaq. Deməli, nömrə 1. Nə deyir? Deyir ki, verilmiş ədədləri altından xətt çəkilmiş mərtəbəyə qədər yuvarlaqlaşdır. Gəlin mən hamısını yazım. Deməli, misalımızın hamısını yazdıq. Gəlin indi yuvarlaqlaşdıraq. Deməli, baxırıq ki, burada 6 qeyd olunub. 6-nın sağında bizim 2 qaydamız var. Əgər verilmiş, qeyd olunmuş ədədin, yəni hansı mərtəbəyə qədər yuvarlaqlaşdırılma bizdən soruşursa, onun sağındakı ədəd 0, 1, 2, 3, 4 olarsa, qeyd etdiyimiz ədəd olduğu kimi qalacaq. Onun sağındakı bütün rəqəmlər 0-a bərabər olacaq. Amma qeyd elədiyimizin sağında duran 5, 6, 7, 8, 9 rəqəmləri olarsa, onda həmən qeyd etdiyimiz bir vahid artacaq, digərləri yenə 0-a bərabər olacaq. Biz baxırıq ki, 6-dan sonra 3 gəlib. 3 birinci kateqoriyaya aiddir. Yəni, heç nə dəyişməyəcək. 6 olduğu kimi qalacaq. Digər nə qədər burada rəqəm var? 1, 2, 3, 4. Hamısı 0-a bərabər olacaq. Bax, bu şəkildə. Sonra 4-dən sonra 5 gəlib. 5 ikinci kateqoriyaya aiddir. İkinci kateqoriya bir vahid üstünə gəlməlidir. Nəyin üstünə gələcək? Bax, bu qeyd olunan ədədin, rəqəmin üstünə gəlməlidir. Bundan əvvəlki olduğu kimi qalacaq. 3, 4, bir vahid artacaq, olacaq. 5, digər 2 dənə rəqəm yoxdur. Onlar da 0-a gedəcək. Yenə 2-dən sonra 5 gəlib. İkinci kateqoriya bir vahid artan kateqoriyaya aiddir. 2, bir vahid artacaq, olacaq. 3, digərləri 0-a gedəcək. 29. 9-dan sonra 3 gəlib. 3, yəni olduğu kimi qalmalıdır. 2, əvvəl də olduğu kimi yazırıq. Olduğu kimi qalır. 9-da olduğu kimi qalacaq. 2 dənə 0 yazacaq. Sonra 1-dən sonra 5 gəlib. 42-ni əvvəlin olduğu kimi yazırıq. Biz həmişə əvvələ yox, sona baxırıq. Amma bəzən elə misal olacaq ki, elə burada var, göstərəcəm ki, əvvəli də nəzərə almalıyıq. 1-dən sonra 5 gəlibsə, bu 1 olacaq. 2, 5 ilə 4 də 0-a gedəcək. 9-dur, 9-dan sonra 8 gəlib. 9 bir vahid artacaq. Olacaq 10. Digərləri də 0 olacaq. Bax, dediyim budur. Əvvəlinə də fikir verməliyik. 9-da bir vahid artmalıdır. Çünki 6 gəlib sonra. 9 bir vahid artanda 10 eləyir. Axı, mən bura götürüb 10-u yaza bilmərəm. Bu, sanki bilirsiniz nətərdir? 299 üstə gələk 1 deməkdir. Bunu biz götürürüz məsələn. Olsa bu 0 yazacaq da. Bura 0-ı yazdıq. 299-un üstünə mən 1 gəlməliyim. 299-un üstünə 1 gələndə onsuz da 300 eləyir də. Olur. 300. Yəni, bu bir vahid artdı, oldu 10. 0 yazdım, 1 yadda. Sonra bu 1 yaddanı bunun üzərinə gəldim. Yenə 9-un üstünə 1 gələndə 10 elədi. 0 yazdım, yenə 1 yadda qaldı. Həmən o 1 yaddan da bu 2-nin üstünə əlavə elədim, oldu 300. Bu şəkildə oldu 3000. Bu da 7 olduğu kimi qalacaq. 1, 0, 0 şəklində yazılacaq. İkinci tapşırığımız deyir ki, hansılar doğrudur. Elə gəlin bunu kitabın üstündə elə bir də yazmaq vaxtımızda getməsin. Hansılar deyir doğrudur. Bax, qeyd eləyib ədədi. 8-dən sonra 4 gəlir. 8-dən sonra 4 gəlirsə, bəli, heç bir şey dəyişməməlidir. 800 olduğu kimi qalmalıdır. Doğru yazıb. 0-dan sonra 5 gəlib. 0-dan sonra 5 gəlibsə, bu 0 1 olmalıdır. Digərləri 0-a getməlidir. Doğru yazıb. 1972. 9-dan sonra 7 gəlib. İkinci kateqoriyaya aiddir. Bir vahid artmalıdır. 9 bir vahid artanda yenə 10 olur. 0 yazıram 1 yadda. Axı o 1 yaddan qalıb. O 1 yaddan da bu 1-in üstünə gəlirəm. Olur 2000. Doğrudur.
3999. Bax bu da eyni qayda ilə. 9-dan sonra 9 gəlib ikinci kateqoriyaya bir vahid artma kateqoriyasına aiddir. Yenə 9 bir vahid artanda 10 eləyir. Bir yadda qalıb. Bu 9-un üstünə həmin o bir yaddanı gəlirəm. Yenə 10 eləyir, bir yadda qalır. 3-ün də üstünə həmin o bir yadda qalanı gəlirik, eləyir 4. Olur 4000. 7-dən sonra 3 gəlib. 7-dən sonra 3 gəlmə birinci kateqoriyadır. Yəni heç nə dəyişməyəcək. 7 də olduğu kimi qalacaq, 5 də olduğu kimi qalacaq. Bu olacaq 2 dənə 0. Yəni burada olmalıdır 5700. Bu şəkildə. 7082 də 7-dən sonra 0 gəlib, olduğu kimi qalmalıdır. Digərləri 0-a getməlidir. Bu da yazılıb. 7000 da doğrudur. İndi keçək növbəti 3-ə. Üçüncü tapşırıqda nə deyir? Deyir ki, onluqlara qədər yuvarlaqlaşdırıldıqda 2370 alınan ədədlər hansılardır? Gəlin biz tapaq təklik onluq. Bax, 7-də dayandıq. Onluq. Deyir, həmin bu onluğa qədər yuvarlaqlaşdıranda 2370 alınmalıdır. Hansı ədədlər olar sizcə? 2365. Bax, təklik onluq. Onluğa qədər yuvarlaqlaşdıranda 5-dir deyə bir vahid artmalıdır, olmalıdır 7. Bu da 0-a getməlidir. Olacaq 2370. Bundan sonra 2366, 2367, 2368, 2369, 2370. 70-i də elə yuvarlaqlaşdıranda eyni olur. Sonra 2371, 2372, 2374, bir də 2373. Artıq 75 olmaz. Çünki olacaq 2380. Bu da bu şəkildə. Növbəti dördüncü. Dördüncü nədir? 8, 3, 0, 5 rəqəmlərinin deyir, hər birindən bir dəfə istifadə etməklə yazılan ən böyük 4 rəqəmli ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırın. Bunun ardı bu hissədədir. 5-ci misala baxanda orada daha yaxşı görəsiniz. Rəqəmlərə gəlin yazaq. 8-dir, 3-dür, 0-dır, 5-dir. Deyək ki, bir də oxuyaq. Rəqəmlərindən hər birindən bir dəfə istifadə eləməklə ən böyük 4 rəqəmli ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırın. Deyək, hələ yüzlüklərə qədər yuvarlaqlaşdırmaya keçməyə. Gəlin 8, 3, 0, 5-dən əmələ gələn ən böyük 4 rəqəmli ədədi yazaq. Nə olacaq? 8530. Ən böyük 4 rəqəmli ədəddir. Sonra həmin bu ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırmaq soruşur bizdən. Təklik, onluq, yüzlük. Yüzlüyə qədər gəlin yuvarlaqlaşdıraq. Yenə 5-dən sonra 3-dür. Birinci kateqoriyada heç nə artmayacaq. 8-də qalacaq, 5-də qalacaq. 3-lə 0 elə 0-a gedəcək. Bu şəkildə. Növbəti 5-ci misal. Nömrə 5. Məktəbdə təhsil alan şagirdlərin sayı 1551-dir. Yüzlüklərə qədər yuvarlaqlaşdırmaqla necə demək olar? Baxaq. Təklik, onluq, yüzlük. Yüzlüyə qədər yuvarlaqlaşdıraq. 1-dən sonra 5, daha doğrusu 5-dən sonra 5 gəlir. 1-lə 1 olduğu kimi qalacaq. Bu 5 artacaq. Bir vahid, digərlər 0-a gedəcək. Demək olar ki, məktəbdə təhsil alan 1600 şagird var. Yuvarlaqlaşdırıb 1600 demək olar. Nömrə 6. Deyək, yüzlüklərə qədər yuvarlaqlaşdırın. Qoy ədədləri yazım. Deməli, ədədlərimizi yazdım. Belə göstərim sizə də rahat görəsiniz. Gəl indi bütün hamısında yüzlüklərimizi qeyd edək. Yüzlüklər deyirdi də. Hə. Təklik, onluq, yüzlük. 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 Qeyd elədik. İndi isə gəlin yuvarlaqlaşdıraq. 2 olduğu kimi qalır demişik. 3-dən sonra nə gəlir? 7 gəlir. İkinci kateqoriyadır. 3 bir vahid artacaq. Digərləri 0-a gedəcək. 0-dan sonra 6-dır. İkinci kateqoriya. 0 bir vahid artacaq. Olacaq 1. Digərləri 0-a gedəcək. 98514. 5-dən sonra 1-dir. Birinci kateqoriyada olduğu kimi qalacaq. 98-də olduğu kimi qalacaq. 5-də olduğu kimi qalacaq. Digərləri
sıfıra gedəcək. 9-dan sonra 7-dir. İkinci kateqoriyada bir vahid artmalıdır. 9 bir vahid artanda 10 olacaq. 0 yazacaq. 1 yadda. Bu həmən biri də yadımızda qalan biri də bu birin üzərinə gələcək, olacaq 2000. Deməli, digəri. 3-dən sonra 7 gəlib. 3 bir vahid artacaq, 4 olacaq, digərləri 0-a bərabər olacaq. 0-dan sonra 4 gəlib, heç bir dəyişiklik olmayacaq, digərləri 0-a gedəcək. 9-dan sonra 9 gəlib, deməli, bir vahid artacaq, olacaq 30, digərləri 0-a gedəcək. 0-dan sonra 2 gəlib, heç bir dəyişiklik olmayacaq, bu da 1000-ə bərabər olacaq. Növbəti 7. Deyir 3, 1, 6, 2. Rəqəmlərinin hər birindən yalnız bir dəfə istifadə etməklə yüzlüklərə qədər yuvarlaqlaşdırıldıqda 3200 alınan ədədləri yazın. Baxaq görək, 3200 alınmalıdır. 3200 alınması üçün nə etməliyik? Məsələn, yazaq. Təklik, onluq, yüzlük. Gəl görə yüzlüyə qədər yuvarlaqlaşdıranda. Deməli, bizdə nə olmalıdır? Bu yüzlüyə qədər yuvarlaqlaşdıran 4 rəqəmlidir. İkinci ədədimizin sağında böyük rəqəm alınmalıdır ki, məsələn, bir vahid artsın. Və yaxud da bir də bu şəkildə yazmaq olar. Üç min 216. Sadəcə 2 dənə. Bu yuvarlaqlaşdırsam olacaq 3, bir vahid artacaq 2, 0, 0. Bu da yuvarlaqlaşdırsaq 100-ə qədər 3, 2 olduğu kimi qalacaq 0, 0. Sonra 8. Ədədləri deyir onluqlara qədər yuvarlaqlaşdırın. O yazım ədədləri. Deməli, yazdım, onluqlarını da qeyd elədim. Gəlin, yazaq. Deməli, 9 olduğuna görə 2 bir vahid artacaq, 3 olacaq, 9 0-a gedəcək. 1-dən sonra 4 gəlib olduğu kimi qalacaq. 5-dən sonra 5 gəlib, 5 bir vahid artacaq, digəri 0-a gedəcək. 5099-dur. Bura 9 olduğuna görə bir vahid artacaq. Həmin bu 9-un üstünə 1 gəldi, 10 elədi. 0-ın üstünə yadımızda qalan 1 gəlməli. Ona görə olacaq 51, 0, 0. Bu şəkildə. Nömrə 9. Ədəd yazıb. Ədədinin A-nın yerinə hansı rəqəmləri yazmaq lazımdır ki, bu ədədi yüzlüklərə qədər yuvarlaqlaşdıranda 5000 alınsın. Təklik, onluq, yüzlük də budur. Bax, indi biz fikirləşirik. Biz nə demişdik? Demişdik ki, A-nın yerində nə olmalıdır ki, bax, bu 500 olması üçün bu neynəməlidir? Bir vahid artmalıdır da. A-nın da yerinə bir vahid artmaqdan ötürü nə olmalıdır? 5 olmalıdır, 6 olmalıdır, 7, 8 və 9 olmalıdır. Yəni, bu ədədlər olmalıdır. Yəni, 55, 4965, 4975, 4985, 4995. Hər birini yuvarlaqlaşdırsaz, görəsiniz ki, 5000 alınacaq. Növbəti 10-cu. Yüzlüklərə qədər deyir yuvarlaqlaşdırdıqda 4200 alınan ən böyük və ən kiçik ədədlərin cəmini tapın. Gəlin görə yüzlüklərə qədər yuvarlaqlaşdıranda ən böyüyü hansı olar? Məsələn, burada 2 variant yazmaq olar. Necə? Bax, birincisi yazaram 4199, üstə gələ 4200. Bu edəcək 8399. Variantımız C-dir. Məsələn, biz burada ən kiçiyi 4199-dur, sonra 4200-dür. Onsuz da ən böyük ən kiçiyini soruşur da. Bu şəkildə yazmaq olar. Məsələn, ikinci qayda, məsələn, mən deyirdim 4249, o ən böyük ən kiçiyi yadımdan çıxmışdı. Bu şəkildə yazmaq olar. Və sonunca gəlirik. 11 nə deyir?
ədədləri ən yüksək mərtəbəyə qədər yuvarlaqlaşdırın. Gəlin indi ədədlərimizi yazaq. Deməli, ən yüksək mərtəbə nədir? Təklik, onluq, yüzlük, minlikdir. Məsələn, burada təklik, onluq, yüzlük, bu da minlikdir. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Yəni ən yüksək mərtəbə bunun ən birinci rəqəmindir. Gəlin yuvarlaqlaşdıraq. Deməli, 8-dən sonra 9 gəldiyinə görə 8 bir vahid artacaq. 9 olacaq, digərləri sıfıra gedəcək. 1-dən sonra 6 gəldiyinə görə 1, 2 olacaq, digərləri sıfıra gedəcək. 3-dən sonra 5 gəldiyi üçün 3 bir vahid artacaq, digərləri sıfıra gedəcək. 9-dan sonra 8 gəldiyi üçün 9 bir vahid artacaq, 10 olacaq. Bu digərləri 4 dənə sıfıra gedəcək. 1-dən sonra 1 gəldiyinə görə olduğu kimi qalacaq. 2-dən sonra 6 gəldiyi üçün 3 olacaq. 9-dan sonra 0 gəldiyi üçün olduğu kimi, 2-dən də sonra 4 gəldiyi üçün olduğu kimi qalacaq. Və sonuncu 12-ci. 12-də nə deyir? Deyir ki, 8376 böyükdür 8300 hər hansı bir ədəddən. Şərtini ödəyən ən kiçik və ən böyük ədədləri yüzlüklərə qədər yuvarlaqlaşdırın. Məsələn, bu şərti ödəyən A-nın yerində ən kiçik hansı olar? 8308 olar. Ən böyük hansı olar? 8368 olar. 7 olmayacaq da, çünki 76 böyük deyil, axı 78-dən kiçikdir. Bunları da nəyə qədər yuvarlaqlaşdırmaq üçün? Yüzlüklərə. Təklik, onluq, yüzlük, təklik, onluq, yüzlük. 3-dən sonra 0 gəldiyi üçün 3 də olduğu kimi qalacaq, 0-a gedəcək. 3-dən sonra 6 gəldiyi üçün 4 olacaq, 0-a gedəcək. Bu tapşırıqlarda, bu dərsin başlığı da burada bitdi. Bundan sonraki bir rəqəmlərdə də vurmadı, 2 rəqəm, 3 rəqəmlərdə də vurmalar gəlir. Digər mövzularda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Fikir də bildirməyi yorumlar hissəsində unutmayın.